Əsas odur ki, sənin iddian dəlil ilə təsdiq olunmalıdır. Sən indi 21-ci əsrdə haqqı tapdın. Quranı düzgün başa düşdün. 1500 il İslam əlhamdülillah var. Sən təzə şey çıxarmırsan indi. Haqq din Peyğəmbər sallallahu dinidir. Selamun aleyküm və rahmetullah. Bəzi insanlar Allah və Rasuluna tabe olun ayəsindəki Rəsul kəlməsinin Quran olduğunu iddia edirlər. Bu nə dərəcədə doğrudur? Bilirsiniz, çox şey iddia eləmək olar Quranda. Nə istəyirsən iddia eləmək olar. Amma söhbət odur ki, əsas odur ki, sənin iddian dəlil ilə təsdiq olunmalıdır. Allah subhanahu wa ta'ala neçə dənə yerdə Quran-ı Kərimdə deyir ki, Atiyullah və Atiyur Rasul. Allaha və onun elçisinə itaat edin. Yəni elçi, Rasul, insandır. Quran-ı Kərim deyil. Və neçə dənə yerdə Allah subhanahu wa ta'ala deyir, Qurana iman gətirin. Demir axı elçiyə, ayırır. Məsələn, Nisa surasında Allah subhanahu wa ta'ala deyir ki, ey iman gətirənlər, Allaha, Rasuluna, elçisinə iman gətirin, sonra kitabına iman gətirin, hansı ki ona nazil oldu və sonra o kitabları ki ondan qabaq nazil oldu. Yəni İncil və Tevrat. Yəni görürsünüz, harada lazımdır kitab gətirmək, Quran demək, Allah Quran deyir. Həm Rəsul sözünün bir yerdə. İndi sən nə əsasında deyirsən ki, yox, burada Rəsul kitab deməkdir, Quran deməkdir. Yəni bu inkar eləməkdir. Yəni öz havasına uymaqdır. Və neçə dənə yerdə Allah subhanahu wa ta'ala deyir ki, Atiyullah və Atiyur Rasul və ulul əmri minkum. Allaha və onun elçisinə və həmçinin aranızda seçilən dövlət başçısına, rəhbərinə itaat edin. Niyə görə Allah subhanahu ta'ala deyir ki, Allaha, elçisinə və dövlət başçısına? Yəni, Allaha və elçisinə, sonra dövlət başçısına. Çünki dövlət başçısına itaat Peyğəmbər sallallahu sonra itaatdir. Çünki Allaha itaat eləmək və Qurana itaat eləmək əslində eyni şeydir. Eyni şeydir. Ona görə sözsüz ki, yəni belə ayələr çoxdur və belə onları təhrif eləmək. Bu əslində təhrifdir. Bu təhrifdir. Yəni belə dolayısıyla inkar eləməkdir. Sözsüz ki, kim nə iddia eləyir, gərək onu sübut gətirsin. Biz o adama sual veririk. Yaxşı, sən bunu iddia eləyirsən, 1500 il İslam əlhamdülillah var. Sən təzə şey çıxarmırsan indi. Əlhamdülillah, sənin o xurafatlarında 100 il yoxdur. Tarixinə baxsa 100-200 il yoxdur bu xurafatlara. Bu 1500 il ərzində bizə ilk təfsirlər var, Tabarinin təfsiri var və s. təfsir kitabları var, hansılar ki 200-300 il sonra Peyğəmbər sallallahu əleyhi yazılıb. Hədislər var. Kim onları belə şərh edir? Yəni sən deməyin odur ki, sən demək istəyirsən ki, 1500 il ya 1400 il müsəlmanların zəlalət içində olublar. Zəlalət içində 1500-400 il müsəlmanlar haqq görməyiblər. Sən indi 21-ci əsrdə haqqı tapdın. Quranı düzgün başa düşdün. Bundan qabaq nə qədər müsəlmanlar, milyonlarla, milyardlarla müsəlman olub, yüzlərlə müsəlman dövlətləri olub, dövlət başçıları olub, onlarda ziyalı insanlar olub, hamısı zəlalət içində olub. Sən demə. Sən indi gəldin, təzə şey açdın. Söz ki, yəni bu hamısı zəlalətdir. Haqq din Peyğəmbər sallallahu dinidir. Nəsə bundan sonra kimsə təzə şey gətirirsə, bilin ki, hamısı yenilikdir və rədd olunur. Allah subhanahu ta'ala qəbul olunmur. Allah Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Mən əhdəs fi hada ma laysa min fəurad." Kim bu dinə nəsə təzə salırsa, Allah ondan qəbul etməyəcək. Allah da yaxşı.